Bu günləri cəmi internetdə 10 manata satılan belə bir adım bilmədiyim, qoy bunlar olsun, həcəməti yoxlayacağıq. Bunun internetdə deyilənə görə iş prinsipi nədir? Maşına uğraşdırdıqdan sonra maşından çox simfonik səslər gəlir, qəşəng bir turbo səsi gəlir və bu gün bunu yoxlayacağıq ki, bu həqiqətdir, yoxsa yox. Maşınımız da bizim mavişimizdir. 2.0 sadə atmosferik mühərrik, stok vəziyyətinin səsini qulaq asacağıq. Ondan sonra bu həcəmətlə effektin olub-olmadığını siz də yazarsınız. Mənə görə bir qədər var, deyərdim kardırsa 10-20% çöldən hiss olunur. Amma içərdən bu fərq çətin hiss olunar. Yəni də əsas odur ki, çöldəkilər hiss edir ki, yanlarından bir dənə turbolu bir canavar keçdi, turbosu olmasa belə.